Güvəndəsən layihəsinə start verdi. Azərbaycanın ən güvənli həkimlərini, iş adamlarını və öz sözünü öz işində deyən, sübut edən bütün insanlarını elə monitoringin efirində Güvəndəsən verilişində görəcəksiniz. İnşallah görüşəcəyik. Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılarımız. Güvəndəsən layihəsi yenə monitoringin efirindədir və mən Zümrüd Şahovanın təqdimatında. Bugün də çox maraqlı, çox dəyərli bir insan mənim qonağımdır. Çox gözəl bir mövzu ətrafında danışacaq. İstəyirəm elə qonağımı deyim, qonağımı təqdim edim ki, mövzuya başlayaq. Əməkdar elm xadimi, şöhrət və vətənə xidmətə görə orden, fizika riyaziyyat elmləri doktoru, professor və sabiq təhsil naziri Misir Cümayıloğlu Mərdanov. Xoş gəlmişsiniz. Xoş vaxtınız olsun. Necəsiniz? Çox sağ olun. Təşəkkür edirəm, çox sağ olun. Təqdimat xoşunuza gəldi? Normal. Normal. Əlavə eləyəcəyiniz? Yoxdur bir şey, sağ olun. Yoxdur. Amma mən deyərdim ki, səmimi insan, təvazökar insan. Sağ olun, çox sağ olun, təşəkkür edirəm. Yəni, göstərişdən hər zaman uzaq gəzən, necə deyim, hər zaman insanların içində olub, onların fikirləri ilə hərəkət edən mi deyim, və yaxud da onları düzgün yönləndirən bir insan. Deyə bilərəm. Çox sağ olun. Mən demirəm, amma bunu çox adam deyir, çox jurnalist deyir. Çox təşəkkür. Tərif adamın canına yağ kimi yayılır. Doğru da. Bəyəndinizsə, bizi seçdiyinizə görə, bugün bizim yanımızdasınız, Güvəndəsən layihəsində. Mən sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Suallarımıza başlayaq. Başlayaq. Ya Allah. Təhsil millətin gələcəyidir. 2001-ci ildə ərsəyə gəlib kitab. Bəli. Və sizin sayənizdə olub bu kitab. Və Ulu Öndərin təhsillə bağlı əksər çıxışları və nitqləri bu kitabda yer alınıb. Bugünün təhsil reallıqları ilə 2001-ci ilin təhsil reallıqları arasında fərq və o kitabla bugünün reallıqları üz-üzə, təzad təşkil edirmi? O kitab demək, haradasa bir 24 il bundan əvvəl. 2001-də buraxılıb, ancaq bir il ondan qabaq hazırlamışıq onu. Orada sizin dediyiniz kimi biz Nazirliyin əməkdaşı var idi. Bugün də işləyir o, Əsgər Quliyev. Onunla bərabər o kitabı hazırladıq. Yəni, orada çalışdıq ki, Ulu Öndər Heydər Əliyevin həm Sovet devrində, həm də müstəqilliyin ilk illərində təhsil işçiləri ilə görüşlərindən, təhsil sahəsində verdiyi qərarlardan və s. onların hamısını yığaq bir kitabça şəklində çap eləyək və onun təqdimatını xatırlayıram, Gülüstan Sarayında böyük təntənə ilə keçirdik. Əlbəttə, o gündən bu günə ötən müddət ərzində çox şey dəyişib. O cümlədən təhsil də dəyişib, təhsil olan münasibətdə dəyişib, müəllim olan münasibətdə dəyişib. Biri müsbət tərəfə dəyişib, başqa birisi mənfi tərəfə dəyişib. Eləsi var ki, elə olduğu kimidir. Yəni, ona görə bir mənalı şəkildə qiymət vermək çətindir. Ancaq əsas onu demək olar ki, son 30 ilin ərzində Azərbaycan təhsili sahəsində çox böyük fundamental işlər görülübdür. Ulu Öndər Heydər Əliyevin devrində təhsil sahəsində islahat proqramı hazırlandı. Onun tapşırığı ilə, özünün dəstxətti ilə, özünün əmri ilə təsdiq olundu, fərmanı ilə və biz deməli 1999-cu ilin iyun ayının 15-də təsdiq elədi, məhz həmin gün təsdiq elədi, belə. Ondan sonra biz onu həyata keçirməyə başladıq. Və o gündən bu günə qədər xüsusən Azərbaycan təhsil sisteminin maddi texniki bazasının möhkəmlənməsində çox ciddi işlər görüldü. Yəqin xatırlayırsınız, bilmirəm o zaman siz, yəqin lap uşaq olardınız. Məktəblərin binası demək olar ki, o devrə qədər ki, son 15-20 ərzində bir məktəbdə tikilməmişdi, əsaslı təmir olunmamışdı. Eyni zamanda universitetlər, peşə məktəbləri, kolleclər çox pis vəziyyətdə idi və Ulu Öndərin tapşırığı ilə ilk başladıq biz yeni məktəblərin tikintisindən başladıq, proqram tutuldu, başladıq. Məktəblərin şagird sıxlığı olan
məktəblərin həyətində əlavə binalar tikməyə başladıq. Məktəblərin təmiri ilə bağlı çox ciddi iş görüldü. Heydər Əliyev Fondunun Mehriban xanımın rəhbərliyi ilə gedən işlər mən burada xüsusi uğurlamaq istəyirəm. Çox böyük işlər görüldü. Eyni zamanda onu da xatırlayıram, 98-ci ildə Azərbaycan müəllimlərinin qurultayında Ulu Öndər özü iştirak edirdi və oradan xalqa, eyni zamanda iş adamlarına, beynəlxalq təşkilatlara müraciət elədi ki, məktəb tikmək lazımdır. Bugün kimi yadında dedi ki, indi Azərbaycanda 1500-dən çox məscid var. Məscid də vacibdir, ancaq bir məscid tikdirən yanında bir məktəb də tikdirsin və sizə deyim ki, Ulu Öndərin bu çağırışı həm dövlətin dəstəyi, Heydər Əliyev Fondunun və iş adamlarının dəstəyi ilə, eyni zamanda xarici ölkənin, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin dəstəyi ilə qısa müddət ərzində aşağı yuxarı 3000-ə qədər, Azərbaycanda cəmi 4500 ətrafında məktəb var, 3000-ə qədər yeni məktəblər tikildi. Artıq dediyim kimi məktəblərin yanında şagird sıxlığı çox olan məktəblərin həyətində yeni binalar tikildi, təmir olundu. Məktəblər informasiya, kommunikasiya texnologiyaları təmin olundu. Eyni zamanda dərsliklərin çapı, bilirsiniz, çox çətin bir devirdə o zaman biz yaşayırdıq. Bir tərəfdən Azərbaycan müstəqilliyini əldə etmişdi, digər tərəfdən yeni əlifba, yeni qrafikalı əlifbaya keçmişdik. Hamı tələb eləyirdik ki, dərsliklər yeni olsun. Əvvəllər dərsliklər Moskvada əsasən hazırlanıb, sonra gəlib tərcümə olunur. Və o qısa müddət ərzində əlbəttə Ulu Öndərin daim diqqəti və qayğısı nəticəsində bu işlərin tam olmasa da xeyli hissəsinin öhdəsindən gələ bildik. Hələ orasında deyim ki, onda məsələn Gürcüstanda və Dağıstanda bizim soydaşlarımız oxuyurdular. Gürcüstanda xüsusən çox. Mən xatırlayıram, hər ildə avqust ayının sonunda Ulu Öndər mənə tapşırırdı ki, özün gedirsən, Gürcüstandakı Azərbaycan məktəbləri üçün dərslikləri özün təqdim edirsən, verirsən. Və onu da deyim ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələnə qədər, ondan əvvəlki hakimiyyətə olanlar dərsliklərin pulsuz olması haqqında qərarı ləğv eləmişdilər. Cəmaatın da pulu yox idi o zaman. Çox, belə də indikine nisbətən çox zəif imkanlar var idi. Və Heydər Əliyev gələn kimi mərhələlərlə əvvəlcə qaçqınlara və məcburi köçkün uşaqlarına, sonra isə bütövlükdə bütün şagirdlərə, mütəəssir məktəb şagirdlərinə dərsliklərin pulsuz verilməsini təmin elədi. O dərslikləri yazmaq üçün mütəxəssislər tapmaq, onlarla bir yerdə işləmək, dərsliklər keyfiyyətinə nəzarət eləmək, beynəlxalq təcrübəni öyrənmək, imkan olanda o təcrübəni Azərbaycanda yaymaq, yəni çox ciddi səylər tələb eləyirdi. 3 manat pul, bir kəllə qan və salam kəbin kəzildi. O illərdə yaxşı xatırlayıram, biz xeyli iş görə bildik və az sonra onu da xatırlayıram, Ulu Öndər məni qəbul edərkən soruşdu ki, mənim Sovet devrində Azərbaycana rəhbərlik etdiyim zaman SSR-nin nüfuzlu ali məktəblərinə göndərdiyim tələbələrdən nə xəbər? O zaman onlara İnaqarodnik deyirdilər, yəni başqa şəhərlərdə oxuyan. Onu da deyim ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi devirdə Azərbaycandan keçmiş SSR-nin nüfuzlu ali məktəblərinə 15.000-ə yaxın gənc göndərilmişdir. 15.000-ə yaxın. Bununla yanaşı, bu mən dediyim hərbi deyil, hərbi ali məktəblərə də hər ildə 500 adam göndərilirdi. Və
Yeri gəlmişkən onu da deyim ki, Heydər Əliyev Azərbaycanda 1969-cu ilin iyul ayının 14-də ilk dəfə hakimiyyətə gələndə bütün bu məsələlərlə maraqlanmışdı və məlum olmuşdu ki, ötən il, yəni bir il əvvəl Azərbaycandan kənara göndərilmə planı yerinə yetirilməyib. Cəmi hardasa 50-yə yaxın adam göndərilib. Göndərilənin də əksəriyyəti başqa millətlərin nümayəndəsidir. Və ona görə Heydər Əliyev çox ciddi tapşırıqlar vermişdi ki, bu yerlər Azərbaycanlılar üçün ayrılıb ona görə çalışmaq lazım, Azərbaycanlıları göndərsinlər. Eyni zamanda o dövrdə siz xatırlamazsınız, Azərbaycan gənclərini Sovet ordusu sıralarına xidmətə gedəndə onları əsasən tikinti batalyonlarına və digər, yəni hərbi işdən kənar sahələrə yönəldirdilər. Və şübhəsiz Heydər Əliyev məsələlərin hamısını yaxşı bilirdi və ölkə rəhbərliyi qarşısında, SSR-nin Müdafiə Nazirliyi qarşısında məsələ qoymuşdu ki, niyə 15 ölkənin biri də bizik də, nə üçün bizim evlatlarımız gedib tikinti batalyonlarında işləməlidir, niyə hərbi sirlərə yiyələnməyə imkan verməməlisiniz və yeri gəlmişkən onu da deyim ki, o dövrdə SSR-də səhv eləmirəmsə 3 respublikada hərbi, ixtisaslaşdırılmış hərbi liseylər var idi. Və Heydər Əliyev bunu da yaxşı bilirdi və o zaman Maarif Naziri vəzifəsində işləmiş, Allah rəhmət eləsin, Mehdi Mehdizadəni yanına dəvət edir və deyir ki, Mehdi müəllim, gedin, Maarif Nazirliyinin kollegiyasının qərarını mənə göndərin ki, filan internat məktəbində hərbi dərslər daha ciddi keçilsin. Adını qoymaq biraz çətindir və bu minvalla hökumətin qərarı ilə, Mərkəzi Komutanın qərarı ilə indiki Naxçıvan adına liseyin təməli qoyulur və sonralar Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ordusuna, Azərbaycan hərbi hissələrinə rəhbərlik edən insanların böyük əksəriyyəti həmin hərbi liseyin məzunları olmuşlar. Yəni o zaman Heydər Əliyev onu yaradanda SSR-nin mərkəzi hökumətindən çox ciddi iradlar bildirmişlər ki, bu nədir, niyə yaratmalısınız bunu? Ancaq onların hamısını, bütün hücumların qarşısını alıb və o məktəbi ən yüksək səviyyədə yəni elə Şuşa fatihlərindən biri Tehran Mənsim Bəli. Naxçıvanda bəli, həmin məktəbin məzunlarından biridir. İlk məzunlarından və Ulu Öndərin elə ilk kapitan rütbəsi verildiyi adamlardan biridir. Yəni deməyim ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev çox böyük dahi şəxsiyyət idi və bəlkə də o zaman biz onun böyüklüyünün bu qədər olduğunu bilməmişik. Çünki uca dağları ataların bir sözü var. Yaxından baxanda onun böyüklüyünü yaxşı hiss eləmirsən. Uzaqlaşdıqca onun böyüklüyünü daha çox hiss eləyirsən. Məsələn, dünən biz Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətində Heydər Əliyevin çox yaxın dostu, böyük hörmət bəslədiyi İhsan Doğramacının 110 illik yubileyini keçirdik. Orada bütün çıxışlar hamısı İhsan Doğramacı ilə Heydər Əliyevin yaxın dostluğundan, onların münasibətlərindən, o böyük şəxsiyyətə Heydər Əliyev tərəfindən və onun tərəfindən Heydər Əliyevə olan hörmətin və ehtiramın bir dəfə şahid olduq. Mən sizə deyim ki, 2003-cü ildə də Allah rəhmət eləsin, haqq dünyasına qovuşdu Heydər Əliyev. O gündən bu günə bəlkə də minlərlə məqalə, kitab, elməsər, filmlər yaradılıbdır. Dəfələrlə onunla xarici ölkələrdə səfərdə olmuşam. Onun rəhbərliyi ilə keçirilən çoxsaylı tədbirlərin iştirakçısı olmuşam. Onun qarşısında dəfələrlə məruzə eləmişəm. Bəzi hallarda onun ciddi tənqidlərinə məruz qalmışam və çalışmışam ki, o tənqidlərdən müsbət nəticə çıxaram. Yəni o baxımdan mən özümü xoşbəxt adam hiss edirəm ki, belə bir böyük şəxsiyyətlə yaxından təmasda olmuşam. Çoxsaylı təkbətək görüşlərimiz olubdur. 2 il bundan qabağa qədər olan bütün dövrü əhatə edən bir kitab yazmışam. Kitabın da adı belədir: Xalqa həsr olunmuş ömür. Xalqına həsr olunmuş ömür. Oranı, o kitabı vərəqlədikcə Heydər Əliyevin böyüklüyünün bir daha şahid olursan. Bir-iki epizod məsələn demək istəyirəm. Mən ilk dəfə belə deyək də, mən Qərbi Azərbaycanda doğulmuşam. Orta təhsilimi orada almışam
valideynlərim orada yaşayıb, nənə babalarım orada yaşayıblar və biz, necə deyərlər, kəndimizdə erməni yaşamasa da, ermənilərin əhatəsində yaşamışıq. Yəni, erməni rayonunun kəndlərindən biri olub bizim kəndimiz. O dövrdə belə idi ki, doğrusunu deyim ki, Azərbaycanın tarixi haqqında, mədəniyyəti haqqında bizim o kəndlərdə çox az məlumat var idi. Çünki Azərbaycan tarixi adlı fən keçilmirdi məktəblərdə. Ermənilərin içində də başqa nə biləcəydin ki, ona görə gözümüz harada görürdü, nə görürdü, telekanallarda bir televiziya vardı, o da göstərir deyə göstərmirdi. Yalnız və yalnız erməni və başqa millətlərin adlarına, soyadlarına rast gəlirdik. Yüksək rütbədə olanların da hamısı belə. Elə bil gözümüz axtarırdı ki, görəsən bir Azərbaycan familiyasına nə vaxt rast gələcəyik, nə vaxt görəcəyik və Heydər Əliyev əlbəttə Azərbaycan hakimiyyətə ilk dəfə gələndə 1969-cu ildə mən Bakı Dövlət Universitetini bitirmişdim və ilk dəfə mən böyük insanla ən yaxından belə vaxt, belə yaxında görüşüm olubdu 1974-cü ildə. Onda mən universitet müəllim işləyirdim. Heydər Əliyev Azərbaycanın Mərkəzi Komitəsinin birinci katibi idi və yay avqust ayı idi. O dövrdə ali məktəbə qəbul imtahanlarını ali məktəbin öz müəllimləri həyata keçirirdi. Bir gün əvvəl bizə dedilər ki, sabah Heydər Əliyev universitetə gələcəkdi. Yəni, biraz özünüzü yığışdırın. Həmin gün biz bir 10-12 nəfər riyaziyyat müəllimi abituriyentlərin yazı işlərini yoxlayırdıq bir auditoriyada, otaqda. Yadımdadır, böyük kimi universitetin binasında 4-cü mərtəbədə birdən qapı açıldı və Heydər Əliyev başda olmaqla rektor, partkom, raykom katibi, nazir, nə bilim, mərkəzi komitədən bir qrup adamlar girdi içəriyə və bizlə görüşdü, salamlaşdı. Heydər Əliyev biləndə ki, biz müəllimik, yəni imtahan verən deyilik, daha yaxına gəldi, bax belə masaların, partilərin arasına gəldi. Keyf əhval soruşdu, imtahanların gedişi, necədir vəziyyət belə. Sonra dedi ki, kimin nə sözü var? Əlbəttə, onunla gələn adamların heç biri istəməzdi ki, kiminsə nə söz olsun. Orada bizim universitetin professoru var idi, Allah rəhmət eləsin, Valeri Salayev. O dedi ki, mənim sualım var. Hamı pərtu görürsən, nə deyəcək bu? Onda Salayev dedi ki, yoldaş Əliyev, elə deyirlər onda, yoldaş Əliyev, sizin adınızdan belə bir qərar elan olunub ki, ali məktəbləri bitirən gənclər yalnız 2 il işləyəndən sonra aspirantoriya qəbul ola bilərlər. Valeri dedi ki, orada yazılıb ki, mən bu qərarla razı deyiləm. Çünki Riyaziyyat Fakültəsini bitirmiş uşaq 2 il gedib hərbi qulluqda və yaxud da başqa bir yerdə işləyəndən sonra yadında bir şey qalmayacaq və ondan sonra alim olmaq çox çətin olacaq. Dərhal Heydər Əliyev reaksiya verdi ki, o qərarı sizə doğru izah eləməyiblər. Mənim verdiyim qərar yalnız və yalnız humanitar fənlərə aiddir. Hüquq fakültəsinə, tarixə və s. Təbiət və riyaziyyat fakültələrinə bunun aidiyyəti yoxdur belə. İkinci bir nəfər dedi, yenə kimin sözü var? Ətrafda olanlaşırlar da istəyirlər olmasın da bununla soğuşduq bir tər, problem yaranmasın da. Bir Binəli Musayev vardı, o da indi dünyasında eşi odurdu ki, bəs mənim yoldaş Əliyev 32 yaşım var, mən aliməm, elmlər namizədiyəm. 2 evladım var, ancaq evim yoxdur. Kirayədə yaşayıram, xahiş edirəm mənə kömək eləyəsiniz. Hamı çox pərt oldu da, problem çıxartdı da. O başqa problemdir, bu başqa problemdir. Onda Heydər Əliyev bədahətən dünyanın 10 nəfər ən tanınmış alimlərin adını çəkdi. Nə bilim, Newton, Leibniz, nə bilim, Poincaré, Einstein, ya kim belə bir. Dedi, valla sən bilirsənmi ki, bu böyük alimlər o tarixə düşmüş elm əsərlərini küçələrdə şam işığının altında yaradıblar. İndi sən belə istəyirsən, ana dedim, mən göstəriş verirəm, sənin ev şəraitin yaxşılaşarlar. Ana bil ki, sənə 2 otaqlı ev verəndən sonra xanım deyəcək ki, buraya hökmən
bahalı lüstr almalısan, bahalı mebel almalısan. Sen de mecbur olacaksan ki başka yollara el atasan vesaire. Yani böyle bir ilk görüşümüz böyle oldu elbette. Sonralar çok görüşümüz, çok söhbətlərimiz oldu. Bəli. İlk görüşdən sonrasını gəlin ona keçək. Sizi elə vəzifələrinizin də sərəncamlarını, ilk təltifiniz də Ulu Öndər tərəfindən olub. Bəli. O görüşünüz olub. Yəni səmimi bir ortamda. Amma ilk qəbulda olduğunuz, hansı ki sərəncam verildi, siz artıq sabahdan bu işə, bu vəzifəyə başlamalısınız. İlk qəbulda olduğunuzda nə danışmısınız? Yəni hansı xatirələr yadınızdadır? İlk qəbulunda olduğum 97-ci ilin fevralın dediyim vaxtında mənə prezidentin köməkçisi zəng elədi ki, prezidentin qəbuluna gəlməlisən. Əlbəttə mən təxminən düşündüm ki, yəqin bu məsələ üçün dəvət ediblər. İlk görüşümüz təkbətək, bax belə, onda oldu. Əlbəttə çox həyəcanlıydım. Belə bir böyük şəxsiyyətlə bir ilk dəfə görüşmək. Ancaq 5-10 dəqiqədən sonra bütün həyəcan keçdi və elə bil ki, necə deyim, ata oğul, Rahatlıq, güvən, rahat, çox. Mən heyran qaldım. Bu böyük insan xeyli müddət aradan keçmişdi. Məsələn, heç zaman universitetdə işləməyib, neçə il Moskvada olub, sonra gəlib başqa və s. Universitetdə bir neçə adamı adı-adı soruşdu məndən. İndi filan kəs hardadır, nə işlə məşğul olur, hansı partiyanın üzvüdür, kimə münasibdir, sən bundan işləyə bilərsənmi, nə bilim, ali təhsilin problemlərindən soruşdu, necədir təhsil, müəllimlərin vəziyyəti necədir, çoxlu şeylər soruşandan sonra dedi ki, səni universitetə rektor təyin eləyən Bakı Dövlət Universitetinə, özü də dedi ki, onun qədər, məni təyin eləyənə qədər universitet rektorlarının əmrini nazir verirdi. Mən ilk şəxs oldum ki, Bakı Dövlət Universitetində prezidentin sərəncamından təyin oldum və elə həmin günü də mən biraz gözlədim, öz kabinetinin yanında kiçik salda hökumətin nümayəndələrini, aparatın nümayəndələrini yığdı və məni orada təqdim elədi. Ondan sonra mən getdim, universitetə işə başladım. Düzdür, çox işləmədim. Ancaq o devirdə mən demək olar ki, həftədə 1 ya 2 dəfə təkbətək Heydər Əliyevlə görüşməli oldum. Çünki çox siyasi, əli Azərbaycanda siyasi stabillik yaranmamışdı. Universitet qaynayırdı və sakitlik, stabillik yaratmaq lazım idi. Ona görə dəfələrlə məni dəvət edib təkbətək mənim fikirlərimi, mənə tapşırıqlar verib və s. O günü həyatım boyu mən unutmaram. Ondan sonra əlbəttə daha uzun müddətli, daha ciddi görüşümüz olubdu. Məni Təhsil Naziri vəzifəsinə təyin eləyəndə bu artıq 1998-ci ilin mart ayının 25-də olubdu. Orada artıq daha geniş söhbət oldu, daha ciddi söhbət oldu. Daha ciddi tapşırıqlar verildi və çox maştablı bir görüş oldu və mən də ondan sonra əlbəttə elə bir uçurdum ki, belə bir böyük şəxsiyyət bir il bundan əvvəl məni Azərbaycanın ən nüfuzlu ali məktəbinə rektor təyin eləyib, mənim də heç kəs olmayan bir adamam və bir il keçəndən sonra da nazir təyin eləyib və çox ciddi tapşırıqlar verdi. Dedi ki, bir neçə gündən sonra təhsil sahəsində islahat aparmaq üçün komissiya yaradacam, sən o komissiyaya sədr qoyacam. Sonra o zaman özəl ali məktəblər təzə yaranırdı və çoxlu sayda, hətta rayon mərkəzlərində özəl ali məktəblər yaranmışdı. Get bu məsələ ilə məşğul ol, səni o ixtiyarda sən nazirə verəcəm və başda bu işləri görmək. Çoxlu tapşırılır, xüsusən dərsliklərin hazırlanması və çapınla bağlı, tarix dərsliklərinin, ana dili dərsliklərinin hazırlanmasından bağlı çox ciddi tapşırıqlar verdi və zaman-zaman da mən əlbəttə görüşüb rəsmi, qeyri-rəsmi hesabatlarımı verirdim. Həmin dövrdə xarici dil kimi həm ingilis, həm rus dillərində keçirilməsini Bəli. Və həmin devirdə də biraz keçəndən sonra az, 99 dedim artıq, təhsil islahatı proqramı hazırlandı, biriləri təsdiq elədi. Sonra xaricdə təhsil, indi artıq daha SSR-in ali məktəbləri deyil, Avropada, Amerikada və dünyanın aparıcı ali məktəblərində Azərbaycanlıların təhsili məsələsi onda qalxdı və ondan sonra isə bugünkü prezidentimiz Müzəffər Ali Başkomandan İlham Əliyevin sərəncamı ilə bugünə qədər də inkişaf edən xətlə davam olunur. 98-ci il və
ulu öndərimiz xalq müəllimi adına layiq Bəli, görülür bəli, bəli, fəxrada. Çox gözəl bir qurultayda, çox gözəl bir tədbirdir və onu qeyd edeyim ki, ilk və yeganə adamdır. Bəli, bəli. Onun da çox maraqlı tarixçəsi var. Onu istəyirəm, o xatirələrdə çox bizimlə maraqlı tarixçəsi paylaşın. var. Deməli, mən Heydər Əliyev məni nazir təyin edəndə tapşırıqlar çox verdi. Onlardan biri də o idi ki, İnaqarodniklərlə onun görüşünü təşkil edeyim. Bir, Azərbaycan müəllimlərinin neçə ildir dedi, qurultayı keçirilir və qurultaya hazırlaşmaq lazımdır. Başqa tapşırıqlar da oldu və mən bunların hər ikisini hazırlaşmağa başladıq. 98-ci ilin avqustun 31-də indi Heydər Əliyevin adını daşıyan sarayda İnaqarodniklərlə görüşünü keçirdik. İnanın, mən hərdən baxıram o kitaba, Təhsil Millətin Gələcəyidir kitabı, orada Heydər Əliyevin çıxışı var. O 1 saatdan çox ayaq üstə çıxış elədi. Dedi ki, sizi mən evlatlarım qədər sevirəm, bilirsiniz, mən sizi göndərdim, oxudunuz, gəldiniz indi belə. Yəni, çox diqqət çəkən, adamı kövrəldən bir çıxış oldu. Nəysə, sentyabrın 25-də isə qurultay və qurultaya biz çox ciddi hazırlaşırdıq. Mən məruzə 1 saatlıq məruzə hazırlamışdım. Qurultay ərəfəsində tez-tez telefon danışır və görüş olurdu, müəyyən suallar da mənə verirdi və mən rayonlardan və Bakının müxtəlif təhsil qurumlarından mənə çox sayılı məktublar, telefon zəngləri gəlirdi ki, bu qurultayda artıq qurultayın günü bəlli idi. Bu qurultayda Heydər Əliyevə Azərbaycanın xalq müəllimi adını verməyi təklif edirik. Və mən də o illərdə 2 dəfə şahidi olmuşdum ki, bir dəfə prezident administrasiyasında Heydər Əliyevin öz iqamə otağında, onda da görüşlərin əksəriyyəti canlı yayımlanırdı. Canlı parlamentdə olanda da canlı yayımlanırdı. Bəli, Azərbaycan Dövlət Televiziyasına. Akademiyanın prezidenti, Allah rəhmət eləsin, Fərəməz Maqsudov durdu, dedi ki, biz sizə Azərbaycanın fəxri akademik adını vermək istəyirik. Hətta vəsiqəni çıxartdı, çıxardığında Heydər Əliyev dedi ki, mən niyə akademik olmalıyam? Gedin işinizlə məşğul olun və imtina elədi. Ondan sonra Memarlar İttifaqı məsələ qaldırdılar ki, siz keçmiş Neft Akademiyasının bilirsiniz, Memarlıq Fakültəsinə qəbul olmuşdu Heydər Əliyev, ancaq bitirə bilməmişdi. Biz sizi xalq memarı, onda da imtina eləmişdi. Mən də fikirləşirəm, necə eləyim? Cəmaat hamısı mənə müraciət eləyir. Bunu da mən Heydər Əliyevlə soruşa bilmərəm. Necə soruşum? Əgər eləməsəm də deyəcəklər, niyə eləmədin? Qalmışdım, necə deyərlər, 2 daşın arasında. Əlbəttə, prezident administrasiyasının o zamanki əməkdaşlarından sıx əlaqəmiz vardı. Onlar da demişlər ki, biz bu işə qarışa bilmərik. Bir ay bundan qabaq hər iki addan imtina eləyibdi. Ancaq buna baxmayaraq, mən hazırlığımı gördüm. O zamanın imkanları daxilində Azərbaycan xalq müəlliminin diplomunu hazırladıq. Nə bilim, onu Ulu Öndərə gül təqdim eləmək üçün adam seçdik, bir gözəl xanım, məktəb direktoru. Sonra demək, 3 adam, indi qurultay başlayıbdır. Heydər Əliyev də bu şeydən xəbəri yoxdur. Harada oturacam mən? Dedik ki, orada loja var. Dedi, xeyr, mən gedib müəllimlərin içində oturacam. Getdi müəllimlərin içərisində oturdu. İndi şəkillər də var, video var, hamısı var, oturdu. Sonra başladıq qurultaya. Mən məruzə elədim. Tənəffüs oldu və tənəffüsdə dedi, indi nə eləməli? Dedim, foyedə müəllimlər təhsil sərgisi düzəldib, ora baxmalıyıq. Dedi, gedək baxaq. Bərabər gedirik. Bugün kim yanındadır? Mən yanından gedirəm, biraz aralı. Müəllimlər, qurultay nümayəndələri hər tərəfdən özlərini atırlar ki, Heydər Əliyevə yaxın olsunlar, görüşsünlər, nəsə bir söz desinlər. Heydər Əliyev də bunu görür. Qorumalar da onları itələyirlər ki, yaxın gəlməsinlər. Heydər Əliyev qorumanın rəhbərini çağırdı ki, bura gəl, mənim müəllimlərdən qorumağa ehtiyacım yoxdur. Buraxın müəllimləri. Elə deyəndə qorumalar çəkildi, müəllimlər üzük qaşı kimi aldı. Mən o qədər gərginlik yaşadım ki, görəsən nə olacaq? Nəysə, hər şey yaxşıqlardı. Sonra ikinci hissə başlayanda artıq o təqdimat
Mən oturmuşam, prezident administrasiyasının şöbə müdürü oturub, bir də Sona xanım oturtmuşdum mən. Məşhur 190 nömrəli məktəbin direktoru və mən bilirdim ki, Heydər Əliyevin ona böyük hörməti var, Ağbirçək bir xanım kimi. Ona qədər də Sona xanıma şöhrət ordeni vermişdi. Sona xanımdan xahiş elədim ki, elanı dulunsuz eləydi. Yəni mən qorxdum ki, birdən mən deyirəm belə, sözün düzü qorxdum ha. Sona xanım bu elanı deməyə qalxanda prezident administrasiyasının şöbə müdürü qaçdı. Qorxusundan qaçdı. Sona xanım bunu elan eləyəndə Heydər Əliyev böyük məmnuniyyətlə, asta-asta özünə belə yüksək şəkildə gəldi. Mən ona diplomu verdim, o dəstə gülü verdi, şəkil çəkdirdik və ondan sonra da çox gözəl bir, böyük tarixdə qalmış bir nitq elədi. Yəni belə bir günləri yaşamışıq və mən çox şadam ki, tarixdə bu addımı mən atmışam və Ulu Öndər o diplomu bizim əlimizdən qəbul edib və fəxr edib ki, mən Azərbaycanın xalq müəllimiyəm. Onunla da ilk və yeganə xalq müəllimi olaraq qaldı və bu gün də elə xalqımızın ən böyük müəllimi olaraq qalır. Küçələrə su səpmişəm, küçələrə su səpmişəm, yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Elə gəlsin, elə getsin, elə gəlsin, elə getsin, aramızda söz olmasın, aramızda söz olmasın. Doğrudan hər xalqa, hər dövlətə belə tarixi şəxsiyyət nəsib olmur. Biz çox xoşbəxt insanlarıq, elə cəmiyyət olaraq, insan olaraq, xalq olaraq ki, belə tarixi şəxsiyyətlə bir eyni dövrdə yaşamışıq. Eyni dövrdə yaşamışıq, bəli. Onun dualarını, onun duasını görmüşük və bugün də əlbəttə ki, o siyasəti davam etdirən Müzəffər, bəli, Ali Başkomandanımız var və Müzəffər Ali Başkomandan Ulu Öndər Heydər Əliyevin bütün arzularını həyata keçiribdir. Bundan böyük xoşbəxtlik yoxdur. Mən hər zaman deyirəm, xalqın qəhrəmanı, xalqın qəhrəmanı. Bəli, gəldi Heydər Əliyevin məzarı qarşısında baş əydi, dedi ki, mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirmişəm. Yəni, bundan böyük millət üçün və xalq üçün nə ola bilər ki? Çox. 2024-cü il. Deməli, martın 14-də 36 ildən sonra bir araya gələn Çəmbərək rayonunun Salahlı kənd sakinləri. Siz də həmin o tədbirdəydiniz və 36 ildən sonra həmin kənd sakinləri bir arada görməyi, hansı duyğular, hansı hisslər, hansı həyəcanlar idi? Bilirsiniz, əslində qalsa o duyğuları, o hissləri də bizə bəxş eləyən Ulu Öndər Heydər Əliyevin. Bəli, onun siyasətidir, bəli. O siyasətin uğurla davamçısı olan bugünkü prezidentimiz Müzəffər Ali Başkomandan İlham Əliyev oldu. Yəni, Qarabağ savaşı bitəndən sonra, torpaqlarımız azad olandan sonra görün İlham Əliyev nə elədi? Diqqət yetirin. Şuşa rayon icra hakimiyyətinin binasını Qərbi Azərbaycan icmasına inzibati bina kimi verdi. Fikir verin ha. Və bugün o binanın yerləşdiyi küçə İrəvaninin, məşhur İrəvaninin, Mirzə Qədim İrəvaninin adını daşıyır. Və orada özünün ad günündə bizi yığdı və tapşırıqlar verdi. O 2024-cü ildə bizim yığıncağımız o tədbirin deyək ki, tədbirin nəticələrindən biri idi ki, biz Çəmbərək kənd Qaraqoyunlu cəmaatı bir yerə yığışmışdı 36 ildən sonra. Bir-birini görməyən insanlar, ilk də hətta xarici ölkələrdən gələn adamlar var idi o görüşə. Xarici ölkələrdən gələn adamlar var idi. Təntənəli, maraqlı, ağlayana bax, sevinənə bax, gülənə bax, oynayana bax, rəqs eləyənə bax, yeyənə bax, içənə bax, sevinənə bax. Yəni, çox tarixi bir görüş oldu və o görüş də mənim həyatımda və onu da deyim ki, mən 2001-ci ildə öz kəndimizə, öz evimizə getmişəm, onu da yaqın bilirsiniz. 2001? Bəli, Ermənistana getdim. Siz orada açıqlama da verdiniz ki, mən oradan gələndə o qədər üzgün idim. Bəli, getmişəm orada, öz evimizdə olmuşam, öz kəndimizdə olmuşam, oradan torpaq götürmüşəm, oradan su götürmüşəm, o torpaqdan gətirmişəm, atam, anamı dəfn eləyəndə onların üzərinə səpmişəm. Yəni, bu şeyləri hamısını görə-görə
Allahın böyrüyünə şükür, bu günə gəlib çıxmışıq. Bu gün Azərbaycan azad bir ölkədir və bu gün mən bura gələndə telekanallarda cənab prezidentin milyard yarım əhalisi olan Çin Xalq Respublikasının prezidentinlə necə yanaşı addımlamaqla Çin Xalq Respublikası kimi dünyanın ən böyük dövlətinin İqtisadiyyatı, ticarət çox güclü. Təkcə əhali sayına görə yox, hər tərəfli ən böyük iqtisadiyyata malik olan ölkənin prezidentinlə bərabər, yanbayan necə bizim prezidentə, onun xanım Mehriban xanıma hörmət göstərdilər, necə qarşıladılar, necə tədbirlərdə iştirak edildi. Yəni adam, inandırım sizi, qurur. Bundan böyük adama nə lazımdır ki? Vaxtilə böyüklərimiz deyiblər ki, yoxdur bizim imzalarımız imzalar içində. Ancaq bugün səsimiz Yaponiyadan, səsimiz Amerikadan, səsimiz Avropadan, nəhayət dünən və bugün səsimiz böyük Çindən gəlir. Bundan böyük xoşbəxtlik ola bilərmi ki? Deyə bilərik, Heydər Əliyevin şah əsəri Azərbaycan bugün dünyaya günəş kimi doğub. Elə o zaman demişdi və o arzu da bugün özə bu təkcə reallaşmır. Bu arzuları onun evladı, onun doğma evladı oğlu reallaşdırır. Bu tamam başqa bir şeydir. Bəli, onu yetişdirdiyi. Azərbaycanı etibar etdiyi insan. Bəli, onu yetişdirdiyi və mən o kitabda yazmışam İlham Əliyevin orta məktəb illərini. Necə Heydər Əliyev onu öz yanında müxtəlif görüşlərə aparır. Düzdür, arxa sıralardadır. Bəli. Ancaq elə bil ki, o dərs keçirdi ki, oğul, görürdür Əli Heydər Əliyev şubəsi. Gələcək bu Azərbaycanın taleyi səndən asıl olacaqdır və elə də oldu. Çox təşəkkür edirəm Misir müəllim. Qonağımız oldu. Suallarımız sizi yormadı, incitmədi. Qəti, heç bilmədim vaxt necə keçdi. Doğrudan mən də elə. Mən görürəm işarə verirlər ki, vaxt gəlib. Amma biz elə danışırıq. Sonda sizdən bizim gənclərimizə, gəncliyimizə səslənmənizi və elə bil ki, necə deyim, bir çox dəyərli bir insan kimi, çox görkəmli bir insan kimi səslənməyinizi istəyirəm. Onların gələcək planlarının necə deyim, planlamağında, onlara ümumiyyətlə bir dəstək, bir maariflənmə. Bilirsiniz, yenə deyirəm, bugün Azərbaycan xalqı özünün ən xoşbəxt günlərindən birini yaşayır. Heç bir zaman bizim vətənimiz indiki qədər azad olmayıb, indiki qədər müstəqil olmayıb, indiki qədər güclü olmayıb, indiki qədər bütöv olmayıb. İnkişafımız göz qabağındadır. Gənclərə nə deyərdim? Gənclərə deyərdim ki, düzdür, problemlərimiz də var, onsuz heç bir ölkə yoxdur, çətinlərimiz də var. Bu problemlər sizi qorxuzmasın, vətəninizi sevin, millətimizin dilini yaxşı öyrənin, tarixini yaxşı öyrənin. Neçə ki gəncsiniz, neçə ki ailə qayğıları, digər qayğılar sizi əhatə etməyib, oxuyun, öyrənin, bilik qazanın, xarici dilləri öyrənin, müasir informasiya kommunikasiyalarının dərinliyinə qədər yiyələnin. İndi süni intellekt əsridir. Hər bir sahədə, o cümlədən elmdə, təhsildə, iqtisadiyyatda süni intellektdən geniş istifadə olunur. Amma onu da insan idarə edir. Bəli, onu da insan idarə edir. Bəli, kim yaratacaq? Ona görə də İstənilən vaxtı söndürsə o işləməyəcək. Bəli, gəncləri arzu edirəm ki, eyni zamanda vətənpərvər olsunlar. Eyni zamanda hər anda öz vətəndaş mövqeylərini bildirsinlər. Onların arasında az da olsa elələri var ki, çox təəssüf ki, var belələri. Vətənə xidməti unudur, bəzən xəyanət eləyir. Səhv yola çəkirlər uşaq gəncləri. Ona görə hər zaman bizim hər birimiz, yaşlılar da, cavanlar da öz mövqeyini bildirməlidir. Heydər Əliyevin bir sözü vardır, mövqeyini bildir. Hər zaman mövqeyi bildirmək bizim gələcəyə yönəlmiş addımlarımızdan biridir. Ən ciddi addımlarımızdan. Hamı gərək, hərə öz yaşına uyğun. Bax, gedirsən küçədə, birinin bir sərəf hərəkət etdiyini görəndə, əgər ondan yan keçirsənsə, demək sən düzgün eləmirsən. Mütləq sözünü deməlisən. Bala, oğul, qızım, belə geçsən daha yaxşı olar. Yəni biz hamımız desək, şübhə etmirəm ki, gənclər o yolla gedəcəklər və bu yolda Azərbaycan gəncine, Azərbaycan gəncliyinə uğur arzu edirəm. Bugün hər ildə prezidentimizin tapşırığına əsasən 500-dən çox gənc dünyanın ən yüksək birinci onluqda olan universitetlərini oxumağa gedir. Dövlət bunların eləsi var ki, hər birinə ildə 100 min dollara qədər vəsait xərcləyir. Gərək onlar bunu bilsinlər, onların valideynləri bilsinlər, onlar geçsin, təhsilini alsın, sağ-salamat vətənə qayıtsın. Vətəndə yaşamaq
biraz çətin olsa da o çətinliyə qatlaşsın və vətəni irəliyə doğru aparmaqda cənab prezidentə ən yaxın köməkçisi olsun. Bax, bu yolda mən Azərbaycan gəncliyinə uğur arzulayıram qızım. Ən əsası da gənclərimiz onu bilsinlər. Hara gedirlərsə getsinlər, milli mənəvi dəyərlərimizi, ailə dəyərlərimizi, tariximizi, əqidəmizi unutmasınlar. Bəli. Hər zaman bunlara elə sadiq olsunlar. Çox təşəkkür edirəm Misir müəllim. Yaxşı ki gəldiniz, yaxşı ki qonağım oldunuz. Çox şad oldum sizlə görüşdüm. Allah köməyiniz olsun. Çox sağ olun. Hər zaman var olun. Gələcək işlərinizdə uğur arzulayıram sizə də. Siz bizim qonağımız olmusunuz. Bizim işlərimiz, verilişimiz çox uğurlu olacaq. İkinci dəfə mən buradayım. Çox sevinirəm. Allah köməyiniz olsun. Çox sağ olun. Siz sağ olun. Güvəndəsən layihəsi monitoringin efirində yayımlandı. Sağ olun, salamat qalın. Gəlin həftə mütləq görüşəcəyik.